Bugündən başlayaraq kanalımızda riyaziyyat və fizikadan blok çalışmaları qoyulacaq. Xüsusilə buraxılışda zəif və orta nəticə göstərmiş öğrencilərimiz üçün daha maraqlı olacaqdır. Fikir verirsinizsə, 24-cü ildə ikinci qrupda ikinci qəbulda düşmüş belə bir 18-ci çalışmanı göstərmək istəyirəm. A parametrin hansı qiymətində bu xətti funksiya, düz xətt funksiyasının qrafikinə toxunur. Aydındır ki, toxunan tənliyindən bilirsiniz ki, x-in qarşısında olan bucaq əmsalı k, burada bizdə ln 3'dür. Funksiyanın toxunma nöqtəsindəki törəməsinə bərabərdir. Yəni biz bunu törəmə yazsaq və həll etsək, ln 3 bərabərdir. Birisi bunun törəməsi 0 olacaq. Burada da 3x ln 3. ln 3 də hər tərəfdən getdi. 3x bərabərdir 1-ə, x bərabərdir 0. Yəni toxunma nöqtəsinin absisi 0-dır. Aydındır ki, toxunma nöqtəsi hər ikisinin üzərində yerləşdiyi üçün hər ikisini ödəyəcəkdir. X-in yerinə 0 qoysaq, alacaq x, y bərabərdir 0 vuraq ln 3 üstə gələ 2a bərabərdir. Burada da 0 qoysaq, üstə gəl 7. Aydın bu 0 olacaq. Burada 2a bərabərdir 8-ə, birisi 1-dir. A bərabərdir 4-ə. Deməli, a-nın 4 qiymətində düz xətt bu funksiyanın toxunanı olacaq. Düzgün variant Y-dir. Əgər video sizin xoşunuza gəldisə, xahiş edirəm, like eləyəsiniz. Kanala abunə deyilsinizsə, abunə olasınız. Çox sağ olun.